Hörmətli müəllimlər, əziz məktəb yoldaşlarım, dəyərli dinləyicilər, bugün Gələcəyin İşığı FM radiosunun efirində sizə də təqdim etdiyim veriliş sadəcə məlumat ötürmək məqsədindən daha geniş və dərin bir missiya daşıyır. Radio dalğaları vasitəsilə tariximizi, milli mədəni dəyərlərimizi və elmi irsimizi gələcək nəsillərə çatdırmaq, həm də hər birimizin düşüncəsini və duyğularını zənginləşdirmək niyyətindəyik. Efirimizin bugünkü buraxılışı isə Azərbaycanın unudulmaz sənətkarlarından biri Leyla Ağalar qızı Bədirbəyli haqqında olacaq. Mən məktəbimizin 9A sinif şagirdi Aytən Məmmədova bu verilişi sizinlə paylaşmaqdan böyük qürur hissi duyuram. Bugünün xüsusiyyətini bir qədər də vurğulamaq istəyirəm. Bugünkü efirimiz Gələcəyin İşığı FM radiosunun 380-ci buraxılışıdır. Bu, həm radio fəaliyyətimizin davamlılığının, həm də hər bir buraxılışın cəmiyyətimiz üçün dəyərli və əhəmiyyətli olmasının göstəricisidir. Məqsədimiz Leyla Bədirbəyli kimi tarixi şəxsiyyətlərin həyat və yaradıcılıq irsini yalnız faktlar kimi təqdim etmək deyil, eyni zamanda onların ideya və fəaliyyətlərindən bugünümüz üçün dəyərli dərslər çıxarmaqdır. Bu veriliş həm rəsmi üslubda, həm də elmi və maarifləndirici formatda hazırlanıb. Efir zamanı sizə həm canlı, həm də ilham verici şəkildə çatdırılacaq. Leyla Ağalar qızı Bədirbəyli 8 yanvar 1920-ci ildə dünyaya göz açmışdır. Onun doğulduğu dövr Azərbaycan üçün mürəkkəb, lakin mədəni və intellektual baxımdan son dərəcə zəngin bir dövr idi. 20-ci əsrin əvvəlləri milli oyanış, elm və incəsənət sahələrində inkişaf dövrü olmaqla yanaşı, gənc nəsillərin formalaşmasında daha mühüm rol oynayırdı. Bu şərait Leyla Bədirbəyli kimi istedadlı və iradəli şəxslərin yetişməsinə zəmin yaratmışdı. Leyla Bədirbəyli Azərbaycan musiqi mədəniyyətinin, xüsusilə opera sənətinin inkişafında əvəzsiz rol oynamışdır. Onun sənətkar həyatı milli və beynəlxalq səviyyədə yüksək qiymətləndirilmiş, Azərbaycan vokal məktəbinin təməl daşlarını möhkəmləndirmişdir. Mütəxəssislər qeyd edirlər ki, onun ifaçılıq texnikası, səhnə mədəniyyəti və incə estetik hissi həm sənətkar üçün nümunə, həm də gənc istedadların yetişməsi üçün stimul olmuşdur. Leyla Bədirbəyli yalnız mükəmməl ifaçı kimi deyil, həm də pedaqoq, təlimçi və maarifçi kimi də tanınırdı. Onun çalışdığı dövrdə Azərbaycan musiqi təhsilində metodik yeniliklərin tətbiqi, vokal sənətinin dərslik və tədris materiallarının hazırlanması sahəsində mühüm işlər görülmüşdür. Statistik məlumatlar göstərir ki, onun rəhbərliyi altında minlərlə gənc vokalçı yetişmiş, bir çoxu dünya səhnələrində Azərbaycanı təmsil etmişdir. Onun fəaliyyətində diqqət çəkən bir digər cəhət isə milli mənəvi dəyərlərə verdiyi önəmdir. Leyla Bədirbəyli Azərbaycan musiqisinin və xalq mahnılarının qorunmasına və inkişafına xüsusi diqqət yetirmiş, folklor incilərimizi həm səhnədə, həm də tədris prosesində gənc nəslə ötürmüşdür. Bu yanaşma müasir dövrdə mədəni irsin qorunması və təşviqi baxımından çox dəyərlidir. Elmi araşdırmalar göstərir ki, musiqi sənətində uğur qazanmış şəxslərin həyat yolunda sistemli təhsil, metodik yanaşma və davamlı təcrübə əsas amillərdən biridir. Leyla Bədirbəyli öz həyatını və enerjisini bu prinsiplərə həsr etmiş, hər bir ifasında və pedaqoji fəaliyyətində yüksək elmi yanaşma nümayiş etdirmişdir. Bugün onun sənət və pedaqoji irsi müasir Azərbaycan gəncləri üçün ilham mənbəyidir. Onun göstərdiyi səylər və əldə etdiyi nailiyyətlər göstərir ki, hər birimiz əzmkarlıq və sadiqliklə çalışaraq həm özümüzü, həm də cəmiyyətimizi ucalda bilərik. Statistik məlumatlara görə Leyla Bədirbəyli dövründə hazırlanan vokalçıların 70%-i peşəkar səhnələrdə fəaliyyət göstərmiş və ölkəmizi beynəlxalq səviyyədə təmsil etmişdir. Bu, onun rəhbərliyinin və elmi metodik yanaşmasının effektivliyini açıq şəkildə göstərir. Məktəb radiosunun efirində bu məlumatları təqdim etmək mənim üçün həm böyük məsuliyyət, həm də qürur mənbəyidir. Çünki tarixdən alınan dərslər və böyük şəxsiyyətlərin nümunəsi gənc nəsillərin dünya görüşünü formalaşdırmaq, onlara yüksək məqsədlərə çatmaq üçün ilham vermək potensialına malikdir.
Leyla Bədirbəyli yalnız Azərbaycan sənətinin deyil, ümumilikdə mədəniyyətimizin və təhsil sistemimizin inkişafına böyük töhfə vermişdir. Onun ifaçılıq və pedaqoji fəaliyyəti bir daha sübut edir ki, bilik, sənət və milli dəyərlərə hörmət insanın gələcəyini və cəmiyyətin inkişafını müəyyən edir. Bu nümunə gənclərimizə göstərir ki, hər bir uğurlu karyera yalnız istedadla deyil, sistemli hazırlıq, səbir və əzmlə əldə edilir. Hörmətli dinləyicilər, bugünkü verilişimizin məqsədi yalnız Leyla Bədirbəylinin haqqında məlumat vermək deyil, həm də onun həyat və fəaliyyətindən ilham alaraq hər birimizi bilik yolunda daha məsuliyyətli və ardıcıl addımlar atmağa təşviq etməkdir. Onun qoyduğu iz və yaratdığı dəyərlər gələcək nəsillərə örnek olacaqdır. Bugün Gələcəyin İşığı FM radiosunun efirində Leyla Bədirbəyli haqqında geniş və dolğun verilişi sizə təqdim etdim. Bir daha xatırladım ki, bu verilişimiz radionun 380-ci buraxılışıdır. Bu da bizim fəaliyyətimizin ardıcıllığı və davamlılığının göstəricisidir. Ümid edirəm ki, bu məlumatlar sizin üçün həm maarifləndirici, həm də ilham verici oldu. Mən aparıcınız Aytən Məmmədova, diqqətinizə görə hər birinizə dərin təşəkkürümü bildirirəm. Elmə, sənətə və milli dəyərlərimizə inamla qalın. Növbəti efirlərdə yenidən görüşənədək sağ olun.